Dostlar, salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli takipçilərimiz, izləyicilərimiz. Biraz uzun müddətdən sonra yenə də qarşınızdayam, amma bu günləri sırf xəmir yeməkləri ilə, yəni İtalyan mətbəxi deyək, artıq menyumuzda pizzalar mövcuddur. Pizzalar, yəni pekin qoyduq, fəaliyyətinə başladıq. Demək, qarşımda hal-hazırda 3 növ pizza vardır. Kalbasalı, yəni pepperoni deyək, pepperoni. Bu margarita, pomidorlu, bu toyuq və göbələkli pizzadır. Bütün pizzalarımızın razmerləri, yəni ölçüsü 30 sm olaraqdır. Yəni standart 30 sm olaraq. Qiymətləri fərqlidir. Demək, kalbasalı pizzamız 8 manatadır. Təkrar edirəm, 30 sm 8 manata. Toyuqlu, göbələkli 30 sm 7 manata. Pomidorlu, yəni margarita pizzamız 30 sm 5 manata. Çatdırılma vardır. Amma yəni sifariş 20 manatdan yüksək olarsa, çatdırmamız yəni bizim hesabımız olacaq, yəni havayı pulsuz. Yox, əgər 20 manatdan aşağı olarsa, artıq yəni yol pulusu mu deyək, yəni zəhmət haqqısı mı deyək, artıq sizlikdir. Onun üçün də yəni buyurub gözəl məkanımız olan Cənnət Bağı restoranımızda, Xaçmaz Xudat yolunun 3-cü kilometrində yerləşən Cənnət Bağı məkanımızda, yəni gözəl. Bunu da qeyd etmək istəyirəm ki, təndirimiz də artıq mövcuddur. Təndir yeməklərimiz, yəni səbəti olsun, quzu bud ayaq, yəni lapatkası, qabaq ayağı, hər cür çeşid, yəni kabablarımız, lülə tərəvəzlə, hər cür çox çeşidlərimiz. Amma bu təndir menyusunu sonraki videomuzda artıq təqdim edəcəm sizə. Hal-hazırda biz pizzanı təqdim edirik. Çox dadlı, çox gözəl, yəni nə deyim bala, artıq dadmamız lazım. Başlayaq müəllim indi bunları kəsməyə, bir-birdə yəni bunlara bir zeytun yağı, yaxşı ki, zeytun yağına bunların bir üstünə bir zeytun yağı ilə belə bir dənə nuşitos nətər deyir, Emin Ağalarov deyirdi, yoxsa belə güzel. Bir dilimini biz tərdəkalarda qoymuşuq bunu. İndi taxtalarımız sabah gələcək. Zakaz eləmişik, yəni sifariş vermişik taxtalarımız, onlar sabah gələcək. Biz tələsərək tərdəkaya qoyduq pizzanı ki, sizə görsədək, yəni pizzalarımızı nə cür gözəl, nə cür qəşəng olduğunu. Birini mən acımışam, hal-hazırda yiyeyim mən, yəni. Biraz düz soyub, amma gözəlmiş. Baxın, gözləyirəm dostlar. Xaçmaz Xudat yolunun 3-cü kilometrindəyəm. Sağ olun. Oldu.